dostlar, bugün e-futbol oynuyoruz. E-futbolda hızlı maç eləyəcəyik. Kanalımıza like atmağı və abunə olmağı unutmayın. İnşallah ki like atıp abunə olarsınız. Çoxdan da hızlı, yəni çoxdan da belə videolar paylaşmırdım. Sadəcə shorts videosu paylaşırdım. İndi oyuna getdik. İnşallah düzənməli rəqib gələr. 3000'den yukarı rəqib gözləyirik. Aha, sanki rəqib gəlir. Və rəqibimiz gəldi. Qaçaraq inşallah rəqib də ilərliyə basar və rəqibimiz 1838 gücdə də rəqib olar. Ay Allah. Bu nətər bazarıfdır 2000'den aşağı eləməyi. Bunun kadrosuna baxın. Qapıda görün Van Dijk durur. Biz buna en azı 15 zad atarıq. Yox, 15 atmarıq, 5 atarıq en az. Getdik. Pişki kimi oynayacaq bu oyun. 42'li yollu la Van Dijk qapıya qoyanda. Bak Cicbəsər də Van Dijk'ı qapıya qoyub. Yəqin bu Ronaldo taraftardı. Al Nassr klubunda eləyibdi. Saatımıza baxaq 15-12. Getdik qazanmağa. Bundan mən gol yeməyə gözləmirəm. Messimiz. Əla gəlir Lamine Yamal. Yamal oturdu içəri, Hacı Diouf. Çet. Diouf. Yəni bu gedişlə baxsaq biz bu adama 9 atarıq, 10 atarıq. Şevçenkosu var adamın. Şevçenko sol bek oynadır. Teknik direktör də oyunun verdiydi. Deyəsən nəsə bu adam oyunun dilini bilmir. Balaca da bir 3 yaşı zat var deyəsən. Kylian Mbappe bitsin tuttu. Verdi Lamine Yamal, Mbappe'miz aldı. Mbappe koymur rəqib şut çəkməyə. Declan Rice'ımız aldı. Mbappe marmuş. Alınmır. Bundan sonra bir maç daha olacak. Declan Rice, Mbappe marmuş oralara. Virgil van Dijk qapıda. Şevçenko bizdə qaldı. Lamine Yamal. Əla ötürmələr Messi. Lamine Yamal. Messi. El Hacı Diouf əla vurmuşdu. Lamine Yamal xətdən çıxartdı. Mbappe 2-0. Mbappe. Kylian Mbappe. Davam. Messi'miz oldu. Verdi Lamine Yamal'a. Yamal. Falso denemeye çalışacak. Lamine Yamal. Kylian Mbappe ise rəqibin başından çıxartdı. Korner vuracaq. Əla vurmuşdu. Bu da epizodun təkrarı. Əslində məndən yaxşı şərhçi olarıq. Lionel Messi. Verdi Omar Marmuş. Çölə gedən top.
İndi Virgil van Dijk qapıdan başlayır. Verdi. Lisandro Rossi'ye vermək istədi. Kunde. Declan Rice. Lamine Yamal. Yamal. Qəşşək keçdi. 3 geldi. 3-0. Rəqibi hələ ki məğlub edirik. İlk hissə bitməmiş. 26-cı dəqiqədə 3 gol vurmuşuq. Rəqib Van Dijk'la öz qapısına gedir. Və Mbappe 4-0 28-ci dəqiqə. Kylian Mbappe yenə rəqib öz qapısına pas verdi. Van Dijk gedir öz qapısına, amma bu səfər boş qapıya vurmaq istəmirəm adam. Amma biz söz vermişik. Çox gol atmalıyıq bu oyun. Hüseyn kəsdi. Hüseyn. Lamine Yamal'a. Hüseynə vermək istəyir Lamine. Hüseyn uzaqlardan zərbəsini dənəyəcək bu oyun. Hüseyn. Hüseyn. Oy 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 oy. Van Dijk. Əla tutuş. Yenə Hüseyn. Hüseynlə yenə dənirik. Hüseyn. Oy. Oy oy oy. Dostlar abone olun. Hədəfimiz 100 abunədir. Hələ ki 61 abunəmiz var sanki. Van Dijk ola. Kylian Mbappe. Verdi Hacı Diouf'a denetmediler. Enzo Zahruddin. Verdi Lionel. Lionel Lamine vurmaq istədi, alınmadı. Virgil van Dijk. Lionel Messi xəta elədi Van Dijk. Və Enzo boş qapıya qaçdı. Enzo Nahardın. Yenə Messi. El. Nahırır bizim oyuncular. Nahırır bizim oyuncular. Van Dijk yenə başlayır. Van Dijk en az 10 atacaq. Gedir Mbappe rəqibdən. Hüseyn topu kəsdi. Verdi Enzo'ya. El Hacı Diouf'umuz gəlir. Lamin'dən topu kəsdi. Amma və ilk hissə bitdi. 4-0 bizim qələbəmizə hələ bitib. Bizim 34 pasımız var, rəqibin 28. İlk hissədə rəqibə çox oyun verdi, amma ikinci hissədə verməyəcək. İnşallah siz də abunə olarsınız. Getdik. El Hacı Diouf. Kylian Mbappe. Kunde. Lamine. Çox böyük səhv, amma Lamine yenidən top aldı. Verdi Enzo. Bukayo. Enzo. Enzo Fernandez dirək. Əlaydı. Marmuş. Kylian Mbappe'de qaldı. Rosa, Lamine, Moldovano, Lamine aldı. Kunde, Van Dijk. Verdi Leo, Enzo, Enzo Fernandez. Neler oldu? Neler oldu? Neler oldu? Van Dijk kaldırdı. Declan'ımız topu kəsir, amma xəta Lionel Messi. Enzo Fernandez verdi. Zahruddin oldu. Vuruş. Raya'mız tuttu. Declan Rice. Moldovano. Alexander Arnold. Declan Rice topu kəsdi. Enzo Fernandez. Lionel Messi verdi. El Hacı Diouf, amma xəta gəldi. Kylian Mbappe. Andrei Shevchenko. Rosa. Dejan Hüseyn topu kəsdi. El Hacı Diouf verdi Lamine Yamal. Əla gəlir. Azərbaycandan Lamine. Əla falso. Əla falso. 5. Lamine Yamal'ın bugün 2 golü var. Əla bir falsolu gol gəldi bunun Lamine Yamal'dan. Bu nə goldu Yamal? Təbii Van Dijk qapıdan olanda belə gollar görəcəyik. 5-0 Azərbaycan. Kylian Mbappe, Enzo Fernandez, Mbappe, uzaqlardan Mbappe. Oy, Allah. Lamine,
Kaldırdı Omar. Lamine Yamal. Rəqibin Lamine Yamal kəsdi topu. Şevçenko ayağından açdı bizim Enzomuzda. Oy oy oy. Anozu sarı kart. Sarı kart Şevçenko'ya. Çox pis girmişdi Enzo Fernandez'e. Bu arada bilirsiniz ki Enzo Fernandez də bir neçə gün əvvəl 19 iyul məğlub olmuşdu. Dünya Kupasında Enzo Fernandez ama bizden Lamine Yamal kazanmıştı. Mbappe'ye geldi ama offside təyin edildi. Çok qərbəydi. Mbappe'ye nətər dəydi o. Jules Koundé də hücumdadır. Declan Rice, Omar Marmuş, Kylian verdi. El 6. El Hacı Diop susun deyir. Böyüyünüz geldi deyir. El Hacı Diop hakikaten bu oyunun böyüğüdür. Yani Şevçenko'nun yaşını bilmirəm ama El Hacı Diop da yani ikonlardan, herolardan biridir. Neyse. Ay Marmuş. Hatta Arnold'dan da hata geldi. Korner. Azerbaycanımız için. Messi vuracak korner verdi. Koundé. Yok Bukayo Saka. İstedim sallayayım oyuncunu. Oy Lamine Yamal rəqibdən əla oldu. Verdi Dejan Hüseyin. Rəqibin forvardını keçdi. Enzonda keçdi. Lamine də oy. Sarı kart geldi. Lamine Yamal'a. Buradan əla iştiraflar vururuq. Həm də qapıda da Van Dijk'tir. Onu da nəzərə almaq lazımdır. Messi. Orada baraja dəydi. Van Dijk kaldırdı. 6 gol atmışıq hələ ki. Declan. Lionel. Oradan da qapı Van Dijk'ın üstündən gol girsə nətər gülərdim. Van Dijk. Kaldırmıştı. Bukayo Saka top kəsdi. Dejan Hüseyin. 4 dəqiqə artırılır. David Raya. Enzo. Declan. Lamine Yamal'a atmıştı ama alınmır. Bu arada dostlar, mənim bir digər kanalımda var, Uğur Edits kanalı. Orada da həqiqətən çox yaxşı editlər edirəm. İnşallah buradakı 60 nəfər də ora abunə olar, 61 nəfər. Bu arada bildirimləri də açmağı unutmayın. Rasmus Bissen başlasa oyun bitir. Bak indi burada oyun bitecek. Tadı değiştirməyin nə yeri var? Mbappe bizdə qaldı. Omar Van Dijk'dan qoydu və bitdi. 90 üstəcəl 7-ci dəqiqədə bitdi oyun. Və 6-0 məğlub etdik rəqibi. Mən buradan 10 dənə gol gözləyirdim amma nə bilək. İndi növbəti oyunumuza keçəcəyik dostlar. Keçdik növbəti oyunumuza. İnşallah bu səfər yenə 1838 gücündə bir rəqib gəlməz. Mən 3000-dən yuxarı gözləyirəm. Öz kollektiv gücüm 3087-dir. 3120 gəlsə qazanaram. Çünki mənim bir dənə dostum var, adı Seymurdur. Onu da qazanırdım mən. Yəni məndən güclü kadrosu var idi. Mən qazanırdım onu 9-2, 8-1. Hələ bir dəfə bir hesabım vardı. Onda Jamal Musiala stoper kartı var idi. 2890 gəldik. Onunla məsələn Oblak idi onun qapıçısı. Atdı, mən o topu başlayırlar mərkəz. Deməli ora gəldi də. Oradan da Jamal Musiala gəldi qabağa. Zırramaq istədim, elə belə zırradı, oradan gol girdi. Yəni mən də elə bildim PES tarixindən havalı, ən uzaq qoldu, amma bir qol daha var, o qapısının yanından vurulubdu.
Öz qapıçısının yanından vurub biri. Kanalın adı yadımdan çıxdı. Like və abunə cidden çox lazımdır dostlar. İnşallah like və abunə olmusunuzdur. Bura qədər izlədinizsə nə olar abunə olun da. Çox lazımdır. 100 abunə hədəfimizdir. Çox baxış da gəlmir. Artıq çox baxış gəlməsə kanalı bağlamaq zorunda qalacağam. İnşallah çox baxış gələr. Neysə, Elhacdi və orada ştraf verildi. Josko Guardiol orada ayağını əxlamışdı sanki. Elhacdi Diofun. Bəli. Daldan yüngül vari girmişdi. Donnarumma deyən rəqibin qapıçısı. Eduardo Camavinga'nın durduğu yerə baxında. Bəxtində də belə vursam o gol idi amma. Çünki qapıda Van Dijk var idi. Nə əlaqəsə. Eduardo Camavinga qapıya keçdi, amma heç nə eləmədi. Yəni qapının qırağına keçdi qəşəng pas. Bu oyundan azı 3 vuraram da, bratlar. Bu videoya ən azı 5 like gözləyirəm. Yəni İnşallah da gələr. Shorts videolarımdan çox like gəlir. Bir videomda Ronaldo'nun editini paylaşmışdım. 50 like gəlmişdi. Yəni cidden. Qapıçı çox qəşəng çıxartdı. İnşallah o Uğur Edits kanalında da Canan Yıldız'ın şəkli var. Yəni orada inşallah abunə olarsınız. Mənə abunə edənlər nə olur abunə olun da Uğur Edits kanalına da və mənə abunə etməyənlər zəhmət olmasa abunə olun. İzləyicilər var amma abunə olmayanlar da var. İnşallah olarsınız. Lopez Messi'dən Enzo. Artıq mənim fikrim uzaqdan zırramaqdır. Lamin Messi. Bizim stadionda oynanılır. Stadionun adını Rams Park 3 qoymuşam. Yəni cidden çox qəşəng stadiondur. Çox adam da tutur, ən azı 60-70 min nəfər tutur. Yəni belə görsənir ki, Kylian 60 mindən də çox tuta bilər, 100 min falan tuta bilər. Shevchenko, Lionel, Kunde, Leo, Lamin raportu keçdi. Lamin Alladır rəqiblərini. Lamin. Və ay elə bildim bizə verdi. Sandım ştrafdır. Rəqibin qapısı David Raya'mış incə ki, çox güclü vurduğumuz ştrafı çıxardan, zərbəsini çıxardan. Bu videoya 2 il sonra da baxanlar ola bilər. Yəni onlar əgər tarixi mərak edirlərsə, yəni tarixdən bilmirlərsə 2 il öncə yazdıracaq. Bu video 23 iyul yayınlanır. Baxın, City'nin günündə yayınlayıram. Nə olar, əməyimə sağlıq verin. Yəni əməyimi yerdə qoymayın.
15-29. Kunde. Shevchenko. Bu Shevchenko kartı nədir? Hamıda nədənsə Shevchenko var. Mən niyə bilmirəm görəsən, məndə niyə yoxdur Shevchenko. Sizdə də varsa bu necə alıbsınızsa səbəbin yazın da. Paketdən falandır, yoxsa oyunun özü vermişdi. Və 2-3-0. Golun təkrarı. Boş qapı Elhaj Didiyov. Yəni qaçıtsa yox deyərdim. 45 min plus 6-cı dəqiqədə. Bizdə 67% topla oynama. Heç qoymamışıq ki, rəqibə topla oynasın. Mormuş. David Raya. David Raya'nı oyunun özü vermirdi. Seçimlərdən alırdıq David Raya'nı. Deklan. Büyük bir xəta. Rafinha, Messi. 3-1. Dostlar. Koşuş. Messi. Oy. Gedirdi, amma Kunde təmiz bir müdaxilə girdi. Tez başda, tez. Bukayo. Saka. Lamin Yamal'a ver. Və başlayıcı dayan Hüseyin. Rəqib tac atışı vuracaq sanki. Bəli, tac atışı. Molina. Molina da dayan keçən rəqibdə var idi. Maili gəlir. Yox, Molina bu oyunda. Amma Shevchenko o səbəbimə yazında yorumlarda. Baxanlara deyirəm. Marmuş qapçı. Mən bu oyunu 3 yəni fərqlə udmağı gözləyirəm. Hələ ki 2 fərqdir. Ondan olsun 3 gol atmışıq. Amma rəqib də 1 gol atıbdı. Shevchenko'su 3-2. Ona goluydu. Shevchenko. Bu Shevchenko kartı dayan güclüdür. Mbappe. Marmuş. Fushsen. Messi. Eduardo Camavinga. Dejan, Messi. Kunde artıq özünün işdir. Kunde. Nə olurdun sən? Maksimum hücum oynadaq ki, Fushsen də hücuma gəlsin. Fushsen'in də birinci oyunda gördüyü 6-0 qələbə aldığımız oyunda qəşəng zərbələri var idi. Max 2 hücum edəndə. Vay, Mbappe'də qalacaqmı? Boş qapı. Marmuş, sən neynədin? Bukayo. Hüseyin. Aha. Qapı boşdu. Bukayo. Qapını tutuzdursa gol idi. Jaska Gvardiol. Shevchenko. Lamin gedir. Artıq bu oyunun sonunda bitir kaydımız.
Hüseyn. Son dəfə Hüseyn'dən bir qol atmaq istəyirəm. Hüseyn qaçır. Hüseynə kəlləli ata bilərəm. Hüseyn ay David Raya. Aha, Hüseyn. Uzaqdan zərbə gələrmi? Gəlmir. Və 3-3-ə gedir rəqib. Son hücum Declan Rice. 3-2 bitti bu oyunda. Öz stadionumuzda oynadıq. Kanalımıza abunə olmağı və like atmağı unutmayın dostlar. Görüşənədək bay bay.